Salam değerli izleyiciler. Bugünkü videomuzda sizleri yeryüzünün en sirli, en heyrətamiz ve hatta alimləri belə təəccübləndirən 5 möcüzəvi məkana aparacağam. Dünyamızda hələ də cavab tapılmamış suallar, elmi izahı olsa belə içində mistik bir hava saxlayan təbiət hadisələri var. Amazonun dərin meşələrindən buzlaqların altından axan qan qırmızı şəlalələrə, heç vaxt sönməyən alovlardan, gökyüzünü hər gecə işıqlandıran ildırımlara qədər heyrətamiz bir səyahət bizi gözləyir. Hazırsınızsa gəlin ilk dayanacağımız yerə, Amazon meşələrinə birlikdə baxaq. Amazon meşələri, Peru. Amazon meşələri yalnız Cənubi Amerikanın deyil, bütün dünyanın ağciyəri hesab olunur. Onun sahəsi təxminən 5,5 milyon kvadrat kilometrdir. Bu rəqəmin böyüklüyünü daha aydın anlamaq üçün belə deyim. Amazon meşələrinin sahəsi bütün Avropa qitəsindən də genişdir. Amazon 9 ölkənin ərazisinə yayılıb, amma xüsusilə Peru və Braziliya hissəsi alimlərin diqqətini daha çox çəkir. Çünki buradakı gizli dünyalar hələ də tam izah edilməmiş təbiət hadisələri və insan ağlını qarışdıran sirlər var. Bitməyən biyomüxtəliflik. Amazon yer üzündə ən zəngin flora və fauna ilə tanınır. Burada yaşayan canlı növlərinin sayı dəqiq bilinmir. Alimlər indiyə qədər yüz minlərlə bitki və heyvan növünü qeydiyyata alıblar. Amma hər il yenidən onlarla yeni növ kəşf olunur. Bəzi ağac növləri yalnız Amazonun kiçik bir bölgəsində mövcuddur. Bəzi qurbağa və həşərat növləri isə yalnız bir neçə kilometr radiusda yaşayır. Bu inanılmaz müxtəliflik Amazonu dünyanın ən böyük təbiət laboratoriyasına çevirir. Ancaq maraqlısı odur ki, burada hələ də elm tərəfindən izah edilməmiş xüsusiyyətlərə sahib bitkilər var. Məsələn, yerli qəbilələr əsrlərdir müxtəlif bitkilərdən şəfa üçün istifadə edirlər. Onların bəzi bitkilərin hansı xəstəliyə faydalı olduğunu necə öyrəndiyi isə hələ də müəmmalıdır. Çünki yüzlərlə bitki arasından düzgün seçib qarışdırmaq təsadüf ola bilməz. Gizli itmiş sivilizasiyalar. Son illərdə Peru Amazonunda müasir texnologiya ilə, yəni LiDAR hava taramaları ilə aparılan araşdırmalar alimləri şoka saldı. Sıx meşələrin altında nəhəng şəhər qalıqları aşkarlanıb. Uzun yollar, su kanalları, kənd təsərrüfatı üçün nəhəng tərraslar. Bu isə o deməkdir ki, Amazonda min illər əvvəl çox inkişaf etmiş sivilizasiyalar yaşamış ola bilər. Amma alimlərin cavab tapa bilmədiyi sual budur. Necə olub ki, bu qədər sıx və təhlükəli meşələrin içində insanlar belə mürəkkəb mühəndislik işləri görə biliblər? Onların müasir texnika olmadan belə şəhərlər qurması hələ də böyük sirdir. Ölümcül, amma şəfaverici təbiət. Amazon həm ölümcül təhlükələrlə, həm də şəfa qaynaqları ilə doludur. Burada zəhərli ilanlar, nəhəng hörümçəklər, vəhşi pirhanalar yaşayır. Eyni zamanda müasir tibbin böyük maraqla araşdırdığı minlərlə dərman bitkisi də məhz bu torpaqlarda yerləşir. Məsələn, bəzi xərçəng müalicəsində istifadə olunan dərman maddələrinin mənşəyi Amazon bitkiləridir. Yerli qəbilələr əsrlərdir dərmanları tamamilə bitkilərdən hazırlayırlar. Qan qırmızı çaylar və ölümcül şəlalələr. Amazonun və dünyanın bəzi digər bölgələrinin dərinliklərində qəribə və qorxunc təbiət hadisələri baş verir. Qan qırmızı çaylar və şəlalələr, bəzi çaylar və şəlalələr dəmir tərkibli minerallar və alqalar səbəbilə qan qırmızı görünür. Bu insan gözünə sanki can alıcı su kimi təsir edir. Qaynaq çaylar və göllər. Bəzi vulkanik bölgələrdə suyun temperaturu o qədər yüksək olur ki, orada canlılar diri-diri qaynaya bilər. Yanıcı qazlar və daimi alovlar dünyanın bəzi bölgələrində yeraltı qazlar daim yandığı üçün sönməyən alovlar əmələ gətirir. Bu da təbiətin həm möcüzəvi, həm də ölümcül tərəfini göstərir. Bu yerlər insanı həm heyrətləndirir, həm də qorxudur. Çünki təbiət həm şəfa verə bilir, həm də dərhal həyatını təhlükəyə atır. Nəticə, beləliklə Amazon meşələri və digər eksotik təbiət zonaları yalnız bitki və heyvan zənginliyi ilə deyil, həm də ölümcül, lakin mistik hadisələrlə doludur. Hər
yeni araşdırma bizi biraz daha təəccübləndirir və bəlkə də gələcəkdə Amazon bəşəriyyət üçün ən böyük kəşflərin məkanı olacaq. İndi isə gəlin Cəhənnəmin qapısı Türkmenistandan danışaq. Yer üzündə elə yerlər var ki, insan baxanda inanmaqda çətinlik çəkir. Sanki başqa bir planetdən gəlmiş mənzərədir. Türkmenistan səhrasında yerləşən və yerli xalqların Cəhənnəmin qapısı adlandırdığı darvaza, qaz krateri də məhz belə yerlərdəndir. Bu krater həm elm, həm də mistika baxımından insanı heyrətə salır. Çünki 1971-ci ildən bugünə qədər alovları bir an belə sönməyib. Kraterin yaranma tarixi 1971-ci ildə Sovet İttifaqının geoloqları Türkmenistanın Darvaza bölgəsində qazma işləri aparırdılar. Məqsəd bölgədə zəngin təbii qaz yataqlarını aşkarlamaq idi, lakin qazma zamanı gözlənilməz hadisə baş verdi. Yeraltı boşluq çökməyə başladı, böyük bir krater əmələ gəldi. Çökmə nəticəsində yerin altından külli miqdarda təbii qaz çıxmağa başladı. Geoloqlar üçün vəziyyət çox təhlükəli idi. Çünki qaz sızması həm zəhərlənməyə, həm də böyük partlayışlara səbəb ola bilərdi. Alovun başlanması elm adamları vəziyyəti nəzarət altına almaq üçün qəribə bir addım atdılar. Onlar dedilər ki, bu qazı yandırmaq daha təhlükəsizdir. Çünki yanıb tükənəcək və təhlükə aradan qalxacaq. Beləliklə qazı yandırdılar, amma düşündükləri kimi bir neçə günə sönmədi. Əksinə alov illərlə davam etdi, hətta indi 50 ildən artıq vaxt keçsə də krater hələ də yanır. Bu səbəbdən yerli əhali buraya Cəhənnəmin qapısı adını verdi. Çünki sanki yerin altında yanıb közərən bir cəhənnəm dünyasının qapısı açılıb. Kraterin təsvir edilməsi. Darvaza qaz krateri təxminən 70 metr enində, 20 metr dərinliyində böyük bir oyuqdur. Gecə vaxtı bu krater kilometrlərlə uzaqdan parlayır, ətrafında heç bir işıqlandırma olmadığı üçün səhranın ortasında alovla yanan bu dəlik möhtəşəm və qorxulu mənzərə yaradır. Səyahətçilər deyirlər ki, kraterin kənarında dayananda istiliyi üzündə hiss etmək olur. Hətta içəridən gələn yanma səsləri qulağa gəlir. Elm və sirr. Elm adamları kraterin yanmasının bu qədər uzun sürəcəyini əvvəlcədən təxmin etmirdilər. Çünki təbii qazın bir neçə həftəyə bitəcəyi güman edilirdi. Amma qaz ehtiyatı o qədər böyükdür ki, hələ də yanmağa davam edir. Bəzi alimlər hesab edir ki, bu alov hələ 10 illərlə sönməyəcək. Digərləri isə deyir ki, kraterin altında daha böyük qaz yataqları var və yanma prosesini sonsuzluğa qədər uzada bilər. Əslində elm üçün bu hadisə sadə görünür. Qaz çıxır, alovlanır və yanır. Amma məsələ burasındadır ki, bu qədər illərdir davam edən bir yanma normal deyil. Bu həm alimləri, həm də mistikaya inananları düşündürür. Turizmin cəlbi. Cəhənnəmin qapısı tədricən turistik məkan halına gəlib. Dünyanın müxtəlif yerlərindən minlərlə turist bu möhtəşəm mənzərəni görmək üçün Türkmenistana üst tutur. Xüsusən gecə vaxtı kraterin kənarında dayanmaq sanki başqa bir aləmə keçmək kimidir. Fotoğraflar üçün bu əvəzsiz kadr yeridir. Macəra sevənlər üçün isə unudulmaz təcrübədir. Mistika və inanclar. Yerli xalqlar arasında belə bir inanc var ki, bu krater sadəcə təsadüfi təbii hadisə deyil. Bəziləri deyir ki, yerin altında başqa bir dünya var və bu qapı həmin dünyaya açılıb. Hətta bəzi miflərdə deyilir ki, bu alovun sönməsi dünyanın sonunun yaxınlaşması deməkdir. Elm adamları üçün bu sadəcə yanma prosesidir, amma insanların inancı və təsəvvürü Cəhənnəmin qapısını daha da gizəmli və cazibədar edir. Gələcəkdə nə olacaq? Türkmenistan hökuməti dəfələrlə krateri söndürmək üçün layihələr hazırlayıb. Çünki davamlı yanma havaya zərərli qazlar buraxır. Ekologiyaya mənfi təsir göstərir. Amma indiyədək heç bir cəhd uğurlu olmayıb. Çünki qazın həcmi və alovun gücü düşündüyümüzdən qat-qat böyükdür. Bəlkə də Cəhənnəmin qapısı hələ 100 illərlə yanmağa davam edəcək. Bəlkə də bir gün təbii səbəblərdən özü sönəcək. Ancaq bir şey dəqiqdir. Bu möhtəşəm mənzərə insanın təxəyyülünü və qorxularını daim qidalandıracaq. Beləliklə, Türkmenistan səhrasının ortasında yanan bu böyük krater həm elmi baxımdan maraqlı, həm də mistik baxımdan qorxulu bir sirdir. Cəhənnəmin qapısı adı kimi görünüşü ilə də insanı heyrətləndirir. Gəlin Antarktidaya səyahət edək. Qan şəlaləsi.
Antarktida adını eşidəndə çoxumuzun ağlına sonsuz buzlaqlar, ağappaq mənzərə və dondurucu soyuq gəlir. Amma təsəvvür edin ki, bu buzun və qarın içindən qəfil qırmızı qan rəngində bir şəlalə axır. Bəli, bu heyrətamiz mənzərə Taylor buzulunda yerləşən və qan şəlaləsi adlandırılan təbiət hadisəsidir. İlk dəfə 1911-ci ildə kəşf edilib və o vaxtdan bəri alimlərin diqqət mərkəzindədir. İlk kəşf 1911-ci ildə Avstraliyalı geoloq Griffith Taylor və ekspedisiya qrupu Antarktida buzlaqlarında araşdırma apararkən inanılmaz bir mənzərə ilə qarşılaşdılar. Buzun altından gələn su qırmızı rəngdə idi. Uzaqdan baxanda sanki buzun içindən qan axırmış kimi görünürdü. Bu kəşf o qədər sensasiyalı idi ki, həmin vaxtdan ona qan şəlaləsi adı verildi. Elm nə deyir? İlk vaxtlarda alimlər bunun səbəbini izah edə bilmədilər. Çünki Antarktida donmuş qitədir, burada bitki yoxdur, heyvan yoxdur, su isə daim buz altındadır. Bəs necə olur ki, içindən qırmızı rəngdə maye axır? Daha sonra aparılan araşdırmalar göstərdi ki, şəlalənin rəngi dəmirlə zəngin suların oksidləşməsi nəticəsində yaranır. Yer altında çox duzlu və oksigensiz bir göl var. Bu göldən çıxan su yuxarı qalxarkən dəmir oksidləri ilə reaksiyaya girir və qırmızı pas rəngini alır. Yəni əslində bu qan deyil, təbiətin kimyəvi oyunu nəticəsində yaranan qırmızı sudur. Yeraltı gizli dünya, qan şəlaləsi alimlər üçün sadəcə rəngli bir şəlalə deyil, həm də yer altında gizlənmiş bir ekosistemin sübutudur. Çünki həmin duzlu göldə min illərdir işıq düşmür, oksigen yoxdur, amma buna baxmayaraq orada mikroorqanizmalar yaşayır. Onlar günəş işığı olmadan oksigensiz şəraitdə yaşamağı bacarır. Enerjini dəmir və kükürt birləşmələrindən alırlar. Bu alimlər üçün inanılmaz bir kəşf idi. Çünki bu mikroorqanizmlər yer üzündə ən ekstremal şəraitdə mövcud olan canlılardandır. Dünyadan kənar həyat üçün ipucu. Qan şəlaləsi yalnız Antarktida üçün deyil, kosmos araşdırmaları üçün də çox böyük əhəmiyyət daşıyır. NASA alimləri deyirlər ki, əgər yer üzündə günəş işığı olmadan oksigensiz və buz altında belə həyat mövcuddursa, deməli Marsda və ya Yupiterin buzlu peyki Avropada da həyat ola bilər. Başqa sözlə, qan şəlaləsi bizə kainatda həyatın çox fərqli formalarının mövcud ola biləcəyini göstərir. Mistika və inanclar. Şəlalənin görünüşü o qədər təsirli və qorxuncdur ki, bəziləri bunu elmə yox, miflərə bağlayır. Bəzi insanlara görə bu yerin qanıdır, planetin içindəki gücün səthə çıxması, digərləri isə bunu dünyanın sonuna işarə kimi görür. Əlbəttə, elm bu hadisəni izah edib, amma görünüşü hələ də tamaşaçılara sanki başqa bir dünyadan gəlmiş kimi təsir edir. Maraqlı faktlar. Qan şəlaləsi ildə çox az miqdarda su axıdır, amma min illərdir bu proses davam edir. Rəngin tonu günəş işığına görə dəyişir, bəzən tünd, qırmızı, bəzən də pas rəngi kimi narıncı görünür. Bu fenomen dünyanın ən soyuq, ən quru bölgələrindən birində McMurdo quru vadisində baş verir. Nəticə, qan şəlaləsi sadəcə qırmızı rəngli bir su axını deyil, həm də həyatın nə qədər möcüzəvi və möhkəm ola biləcəyini göstərir. O bizə deyir ki, ən əlverişsiz şəraitdə belə həyat öz yolunu tapır. Beləliklə, Antarktida buzlarının altından axan bu qan əslində təbiətin bizə göstərdiyi ən heyrətamiz sirlərdən biridir.